Doğa təhsil proqramına qəbul olunanlar artıq birbaşa iş yerində təcrübə keçmə imkanı yaradılır və hər il doğa təhsilə müraciət edənlərin sayı nisbətən artır bizdə. Doğa təhsili özü doğa sözündən aydın olduğu kimi iki mərhələ, iki mühit deməkdir. Həm tədris mühitinə, həm nəzəri biliklərlə yanaşı praktiki bilikləri də tələbə qazana bilər. Doğa təhsil nədir və üstünlüyünü desək biz, doğa təhsilə tələbə artıq birbaşa iş şəraitində işə götürənin tələblərinə uyğun olaraq praktiki olaraq öz peşəsini öyrənmə imkanı yaranır. Daha işə başlamadan öncə artıq işlə tanış olmuş olur. Burada işə götürənin qazancı isə risklərini azaltmış olur. Kadr ehtiyat bazasını artıq daha geniş tutmuş olur. Həmçinin özünə lazım olan kadrları birbaşa öz mühitinə uyğun, öz tələblərinə uyğun şəkildə hazırlamaq şansı əldə etmiş olur. Eyni zamanda tələbə üçün də öz peşəsini real iş mühitində sınamaq imkanı olur. Onun üçün də doğa təhsil imkanı tələbələr üçün bir fürsətdir və universitet tələbələrindən fərqli olaraq doğa təhsildə artıq tələbə həmçinin dediyimiz kimi iş şəraitindən yaxından tanış olaraqdan praktiki təcrübə qazanmış olur yəni.